İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinin növbəti köç yola salınıb. Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərindən 27 ailə 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində 1-ci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar. Ağlaya-ağlaya gəldim bura Gəncəyə. İndi də gülə-gülə qayıdıram. Bizim siyasətçi, ağıllı, zəkalı prezidentimizin sayəsi nəticəsində gedirik Kəlbəcərə. Bu günümüzə şükür. Bizim prezidentin canı sağ olsun, atasının, anasının yeri behişt olsun ki, o qazilərimizə can sağlığı, şəhidlərimizə də rəhmət oxuyuram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, onların qanı bahasını. Həm sevinç, həm kədər, hamısı qarışıb bir-birinə.